Mənim adım Gülnarədir. 22 aprel 2011-ci ildə Bakıda doğuldum. Uzun illərdir ki, uşaq evində yaşayıram. Bu məktubu sizə ona görə yazıram ki, görmədiyim atamı axtarasınız. Mən atamı heç vaxt görməmişəm. Ancaq hər zaman ürəyimdə onu görmək, onu tanımaq, onu qucaqlamaq arzusu olub. İllərdir ata həsrəti çəkirəm. Atası olan uşaqlara baxıb ağlayıram. Xoş gedəm xanım. Xahiş edirəm sizdən atamı tapın. Məni onunla qovuşdurun. Məni xoşbəxt edin. Tanımadığım atama qovuşmaq ümidi ilə Gülnarə. Gülnarə. Mənim əzizim. Qucaqlaşaq, bir dənə sarılaq bir-birimizə. Sənə bir şey deyim. Mən bura bir nəfəri dəvət etmək istəyirəm. İcazə verirsən. Mənim sizə danışdığım hekayə Gülnarənin hekayəsi idi. Gülnarə atasını tanımır. Məktub yazmışdı. Və mən də ona söz vermişdim ki, mən sənin atanı tapacağım. Gülnarə. Gəl mənim yanıma. Buracığa. Gülnarə məni çox istəyir, hə? Mənə deyir ki, məni restorana apar. Söz vermişdim ki, səni restorana aparacağım. Gəl, belə baxaq. Gülnarə, indi mən istəyirəm ki, ana hardadır? Öncə, bilmirsən. Amma sənə bir söz deyim. Atan çox sevindi. Çox sevindi. Nənən çox sevindi. Gəlsin. Sekiz köşe kasketiyle omuzunda sakosuyla hey. Ah bu adam benim babam. Sekiz köşe kasketiyle omuzunda sakosuyla hey. Cebinde yok parası, bafradır cigarası, yüreğindedir yarası. Çocuk büyütmüş bir işi. Zavur gözün aydın. Çok sağ ol. Allah canınızı sağ olasın. Ana baxır mı bizə? Bəli, bəli, baxır. Baxır hal-hazırda. İndi necə sevinəcək? Dəhşət. Sevinəcək ki, nəvəsi toxunmuş. Nəvəsi tapıldı, nəvəsi burada. Çox sağ olunuz, var olunuz. Zavur. Bəli. Bir də bizim qızımız keçsin. Allah büyüktür babam.
Zaur ne yaxşı. Yəni sən bilmirdin ki, belə bir, Yox, bilmirdim. yəni Bilsəydim çoxdan bir yerdə olacaqdıq. qız da şokdadır yəni. O inanmırdı ki, yəni tanımadığı bir insanla üz-üzə gəlib, toxunmayın mikrofona. Yaxşı, nə bilmirdiniz, birdən-birə şok yaşayırsınız. Aram, Özün də evlənməmsən. evlənməmişim. Nə yaxşı evlənmədin? Həyat belə gətirib. Atam bərk xəstə idi. Yataq xəstəsi idi. Həm də kvartiran qalırıq, ona görə alınmayıb. Çox sağ ol, Şudan. Gediz. Çox sağ ol. Gülxanım, uşağını qoyma uşaq evinə, belə olacaq.